Bismillahirrahmanirrahim. Salam əziz tələbələr. İslam tarixi dərsindəyik. Keçən dəfəki dərsimiz barəsində nəsə sualınız, nəsə danışmaq istədiyiniz bir məsələ varsa buyur. Araz Bağırov yazır ki, Peyğəmbərin ata-babaları günah edibmi? Xeyr. Deyəcəyik ki, onlar günahlardan uzaq olublar. Əlbəttə, indi məsumluq mənasında da demirəm. Amma o ki, cəmiyyətin ki, bir belə deyək, düçar olduğu günahlar var. Şərab idi, müşriklik idi, bunun kimi zina idi, oğurluqdur. Bu kimi şeylər onlar eləməyiblər. Yaxşı. Ola bilsin, məsələn, mən dəqiqdir deyə bilmərəm, bəlkə də. Məsələn, bir alim var idi. Ümumiyyətlə, alimlər, İslam alimləri, arifləri barəsində çox qəribə sözlər deyilir. Keçən dəfə birini dedim sizə. İrfan dərsində deyəsən dedim orada. Ki, bir alim vardı, deyirdi ki, mən özüm 40 ildir ki, məkruh belə etmirəm. Ya, məsələn, başqa bir alim barəsində deyil, bir alim obursu barəsində deyil ki, Ağa Behçət bir alim barəsində deyil ki, Qum şəhərinin divarları bu adamdan məkruh iş görməyib, bəzilərində deyib günah iş görməyib. Yəni, bu demək ki, sıravi bir insanlar bu yerə çata bilirlər ki, heç bir günah etməsinlər. Biz də onların ata-babaları barəsində belə deyə bilərik. Əlbəttə, bu onların ismətinin, yəni məsumluğunun göstəricisi olmaya bilər. Çünki onlar Allahın hüccətləri deyirlər. Hansısa bir xəta da etmiş ola bilərdilər. Amma belə birbaşa demək ki, onlar eləyiblər. Bir var ki, xəta etmək potensialı var. Potensialı deyəndə, yəni eləyə bilər. Çünki mərifəti imamlar kimi ali dərəcədə deyil. Bir də var ki, belə deyil, amma edib. O deyilsə, o demək deyil ki, edəcək. Alimləri görürük ki, biz onların da günah eləyə bilərlər, amma eləmirlər. Ona görə də onlar günah edib etməyibi biz deyə bilmərik. Amma orasını deyirik ki, onlar barəsində ismət sözü deyilməyib. Ki, onlar ismət sahibidirlər, gərək ismət sahibi olaydılar, belə deyilməyib. Amma təbii ki, bilirik ki, cəmiyyətin o pis-pis böyük günahlarına mürtəkib olmayıblar. Çünki özləri dindar idilər, hamısı İbrahim Peyğəmbərin dinində idilər və İbrahimin nəslindəndir bunlar. Görürsünüz, məsələn, Azərbaycanda seyidlər belə 1000 illər əvvəl gedirlər, onların şəcərəsi 1000 illər əvvəl yaşamış imamlara çatır, amma bu seyidlər özləri elə şeylər var ki, onu heç vaxt etməzlər, şərab içməzlər, nə bilim, donuz əti yeməzlər, zina etməzlər və s. və ilə. İndi ola bilər, hansısa seyid Allah hidayət eləsin. Yəni, o şey cürət eləyir, onu eləyir. Amma adətən seyidlər heç vaxt onu eləməzlər. Ola bilsin, dindar olmazlar. O qədər dindar olmayan seyid var, o qədər namaz qılmayan seyid var. Amma elə şeylər var ki, o artıq yəni şərab içmək seyiddən çox uzaq şeydir də. Ən azı bunu eləməyib. Bizim xalqımızın seyidləri, hətta sıravi bir seyid də olsa bunu etməyib. Yəni, o, belə deyək, tanınmamış seyid olsa da bunu etməyiblər. Yaxşı, onların ata-babası barəsində də belə deyəcəyik. Yaxşı, Milana xanım, siz sualınızı vaxtı gələndə verərsiniz. Rıza bəy, buyurun. Sualım mənə belə soracaq ki, Quranda da ayə var, Abdülhəs Fireyevdə də yazılmış. Deyir ki, elə bir ki, Peyğəmbərdən əvvəl olan müşriklər haqqında Peyğəmbər onlar üçün bağışlanma diləməsi Peyğəmbərə yaraşmaz. Bu ayənin nədən ibarətdir? Çünki bilirik ki, Allah çox rəhimlidir, bağışlayandır. Allah yəni hər bir günaha bağışlayır. Nəyə görə müşriklər üçün dua eləməyə, bağışlanma diləməyə Peyğəmbərə yaraşır? Bilirsən hansı cəhətdən? Peyğəmbər olan hamısını bağışlayırdı özü. İndi birazdan biz keçəcəyik də ki, Məkkəni fəth elədi, Peyğəmbər olanı bağışlayırdı. Amma bir kəs ki, müşrikdir və heç bir hərəkət etmək istəmir və bunun sayəsində də İslamla, Peyğəmbərlə düşmənçilik eləyir, bu düşməndir artıq. Bu düşməndirsə, bir düşmənə xoş niyyətlər etmək düzgün deyil. Allah Quranda başqa bir ayədə buyurur ki, sizin
nə öz düşmənlərinizi, nə Allahın peyğəmbərinin düşmənlərini özünüzə dost tutmayın. Niyə? Çünki bir kəs nalayiq bir kəsi özünə dost tutursa, ona xoş diləklər eləyirsə, bu onun ağılsızlığının əlamətidir də. Yaxşı. Ona görə də peyğəmbər onlara deyirdi ki, onlar barəsində belə istəmə. Çünki bu düzgün deyil. Onlar Allahın sözündən çıxan, Allaha müxalifətçilik eləyən kəslərdilər. Yaxşı. Elə bu cəhətdən də İbrahim peyğəmbər barəsində də elə bunu deyirlər də ki, o atası üçün dua eləyir də, İlahi mənim atamı və anamı bağışla. Deyirlər ki, onun atası müşrik olubsa, İbrahim ona gərək belə deməyəydi. Deməli, İbrahimin əsl atası Azər deyil. Çünki Azər ömrünün axırına qədər müşrik olub. Yaxşı. Xristianların İsa peyğəmbəri qəbul etməsi ona görədir ki, xristianlıq dinini o gətirib də, onların peyğəmbəri olub. O gətirib, onların peyğəmbəri olub, ona görə də onlar İsa peyğəmbərin davamçılarıdır. Biz necə Həzrəti Muhammed əleyhissalamın davamçılarıyıq, ümmətiyik, onlar da Həzrəti İsa kimi. Yaxşı, əziz tələbələr, dərsimizi davam eləyək. Deməli, keçən dəfə yadımızdadırsa, biz bir mövzuya gəldik, çatdıq. Orada dedik ki, Əbrəhə gəldi ki, Kəbəni dağıtsın. Çünki o öz vilayətində bir kilsə tikdirmişdi. Amma o kilsə məqsədi bu idi ki, çox məşhur olsun, cəmaət Kəbənin ziyarətinə yox, kilsənin ziyarətinə gəlsinlər, amma insanlar etmədilər. O da narahat oldu və döyüşçü fillərlə, qoşunu ilə bir yerdə gəldi ki, Kəbəni dağıtsın. Burada bir neçə dənə nüanslar var. Onları da mən izah eləyim ki, bunlar da bilinməlidir. Görürsünüz, bəzən elə olur ki, məsələn, bir dəfə Yezidin vaxtında Yezid Kəbəni yandırdı. Amma onda əbabil quşları gəlmədi. Amma bunun vaxtında gəldi. Bəzən biz Allahın qayda qanunlarındakı hansısa meyarları bilməyə bilərik. Bəzən insanlar onlara qarşı edilən zülmləri görəndə deyir ki, İlahi, sən bunları görmürsən, bəs mən namaz qılan adam idim axı. Mənə qarşı ki, bunu elədilər, sən heç namaz qılanı müdafiə eləmədin. Amma bu adamın İmam Hüseyndən xəbəri yoxdur ki, İmam Hüseyn əleyhissalam Kərbəlada necə oldu. Yəni, həyatın bir qayda qanunları var ki, o qayda qanunlar müəyyən qanuna uyğunluqlarla belə deyək, həyata keçirilirlər. Bu dünyanın sahibi var, bəli. Hər şey onun nəzarətindədir, bəli. O qayda qanunları qoyub, bəli. O qayda qanunlar ədalətə əsasəndir, bəli. Bəs niyə filan hadisələrdir? O filan hadisələrin əslində nə olduğunu sən bilmirsən. Ümumi olaraq deyəcək ki, hər şey yaxşıdır. Çünki Allahın qayda qanunlarına əsasəndir. Amma necə oldu ki, belə yox, belə oldu, onu biz bilmirik. Görürsünüz, Əbrəhəyə imkan vermədi. Amma Yezidin qoşunu Kəbəni yandıra bildi. Yəni, bunların müxtəlif tərəfləri var. Tutaq ki, İmam Hüseyni öldürdülər, amma İmam Zamanı öldürməyə Allah qoymadı. Görürsünüz, ikisi də Allahın höccətidir. Belə deyə bilmərik ki, Allahın höccəti öldürməyə Allah qoymaz. Qoyar. Böyük obrisləri öldürdülər. İstəmirdi Allah. Bir də bir söz deyim sizə ki, indi biz buna əqaiddə keçəcəyik, amma burada da qısa şəkildə deyim. Allah istəmirdi və icazəsi var, başqa şeylərdir ya. Buna oxşuyur ki, məsələn, mən istəmərəm ki, heç vaxt, tutaq ki, mənim övladımı cərmələsinlər. Heç vaxt istəmərəm. Amma birdən bu pis işi görsə, məcbur olaraq mən elə bir ki, səbr eləyirəm də. Elə şey var ki, biz elə özümüz barəsindədir. Biz çox şey var ki, istəmərik, amma icazəmiz var. İstəməzdim belə olsun, amma day neyniyək? Yaxşı. Allah da istəməzdi ki, Kərbə, bəzən deyirlər ki, Allahın
izni olub Kərbəlada İmam Hüseyni öldürmə. Deyirsən, bəli, deyirsən, onda Allah eləyib də. Allah eləyiblə izni olub başqa şeydir. Bir var Allahın istəyi, bir var Allahın izni. Allahın istəyi yox idi ki, İmam Hüseyni öldürərlər, amma izni var idi. Ona görə izni var ki, bu dünya həyatı imtahan dünyasıdır. İnsanlar imamı da öldürə biləcək qədər izinləri var. Amma bəzən də, onda bəs niyə İbrahimi qoymadı öldürmə? Orada artıq başqa bir meyar gəlirdi, imkan vermirdi İbrahim ölsün. İmam zamanı bəs niyə qoymadı öldürsünlər? Çünki başqa bir məsələ gəlirdi, qoymurdu ki, ölsün. Bildiniz, hətta bu birisi imamların da dövründə elə yerlər olub ki, onları öldürmək istəyəndə qəfildən Allahın qüdrəti sayəsində, köməyi sayəsində onlar ölümdən nicat tapıblar. Amma Həzrət Əli minbərdə, mehrabda şəhid edildi, İmam Həsən Zəhərlə, İmam Hüseyin Kərbəlada, İmam Səccad, İmam Baqir, İmam Sadiq. Yaxşı, bax bu məsələni yadımıza saxlayaq ki, Allahın qayda qanunları vardı. İndi bu hadisə ki baş verəndə Əbdülmüttəlib də İbrahimin davamçısıdır axı. Əbdülmüttəlib də İbrahimin davamçısı bilirsiniz. Necə siz seyidlərə müqəddəs baxırsınız? Deyirsiniz ki, bu seyiddir. Birdən imamın öz övladını görsəniz necə baxarsınız? Deyirsiniz, seyidlərin seyididir də bu. Seyidlər neçə nəsillə keçib gəldiyi halda, məsələn, biz indi hansı seyidləri görürük? Onlar neçənci ata-babaları gedir, imamlara çatır. Düzdür, amma bir də sən Peyğəmbərin, imamın öz övladını görəsən, onda daha şiddətli olur. Bir də Peyğəmbərin özünü görəsən, yəni get-gedə bunlar daha da müqəddəsliyi, daha da artıq görsənir də. Onlar da İbrahimin nəslindən idilər. İbrahimin nəslindən, yəni gəlirdilər İbrahim, oğlu İsmail və ondan sonra ki, o pak nəsil gəlirdi. Belə bir pak nəslin adamları idilər. Ki, biz buradan da başa düşürük ki, əgər Peyğəmbər sülbdən sülbə keçə-keçə gəlibsə, deməli, onlar pak nəsil olublar. Hər bir nəsildən, hər nəsildən olmazdı. Əgər Peyğəmbər o nəsildən keçə-keçə gəlib belə olubsa, deməli, orada bir müqəddəslik var. Orada bir əzəmət var. Görürsünüz, keçən dəfələrdə oxuduq da ki, İbrahimdən sonra, daha doğrusu Peyğəmbərin ata-babalarının Məkkədə etdiyi xidmətlər, istəyir Haşim barəsində, Əbdülmüttəlib barəsində oxudu. Hətta Qusey ibn Kəlb ki, lap o yuxarı babalarıdır, o hansı işləri görür. Bunların hamısı Allahın dininə bəndə olan kəsdə olub. Və nə müşrik olmayıblar, nə şərab əhli olmayıblar. Və çünki Peyğəmbər o sülbdən gələ bilməzdi də. Bilirsiniz, bunun özü də bir dənə mövzudur. Bunun özü də bir dənə mövzudur ki, gərək bunu başqa dərslərdə, adiyyəti dərslərdə keçək ki, niyə belə olmaz? Çünki onun özünün də bir söhbəti var. Deməli, bu nəsildə kimlər varsa, onlar həm də bir Allahın nəzarətində olan kəslərdir. Məsələn, Haşim barəsində oxuyanda gördünüz ki, o susuzluqdan öləcəkdilər ki, ona bir ilham oldu, onun nəticəsində nicat tapdılar və s. Yaxşı. Əbdülmüttəlib də belə bir kəslərdən biridir. Elə bir kəsdir ki, Məkkənin icazəsi ona tapşırılıbdır. Və belə bir kəsdirsə, özü də zirəng adamdırsa, amma müəyyən şeylər də ona tapşırılıbsa, amma gərək başqa bir köməklər də onun ixtiyarında olsun. Düzdür ki, Peyğəmbər deyil. Düzdür ki, Allahın höccəti deyil. Deməli, əgər bir idarəçi adamdırsa, zirəng insandırsa və Allaha bağlı adamdırsa, deməli, o da balaca adam deyil idi. Deməli, onun da bir Allahın haqq hesablarından başı çıxırdı. Mütədəyyin insan idi, müqəddəs insan idi, mübarək insan idi. Biz elə onları ya qədim insan, ya Peyğəmbər deyil ki, sıravi bir adamdır da deməməliyik. O qədər sıravi adamlar var ki, Allahın onların üzərində bir nəzəri olur, onlar Allahın işlərindən başı çıxır. Bax, Əbdülmüttəlib onlardan biri idi. Getdi, Əbrəhə ilə danışanda elə söz dedi ki, görürsünüz, Əbrəhə belə ona pis baxdı. Dedi, bu nə sözlərdir deyilsin? Dedi, mənim 200 dənə dəvəmi ver. Əbrəhə dedi ki, mən səndən daha böyük sözlər gözləyirdim. Dedi, məndən nə gözləyirdin? Dedi, gözləyirdim ki, Kəbə barəsində deyəsən. Əbdülmüttəlib bilirdi ki, o əl çəkməyəcək. Əbdülmüttəlib bilirdi ki,
o sözündən dönməyəcək. Əksinə mənim sözüm düşəcək. Əbdülmüttəlibin həm ağlı var idi, həm imanı var idi ki, əgər Kəbəni biz bunun qoşununun qarşısına necə çıxa bilər? Zünəvəsi həmin o regionun əvvəlki xəlifəsini də məhv eləyən qoşundur bu qoşun. Özü də Həbəşistana bağlıdır. Mən bir qəbiləm var, Qureyş qəbiləsi. Mən Qureyş qəbiləsinin bunun qabağında nə edə bilərəm? Heç nə. Bundan əlavə də ki, da bizim vəzifəmiz budur. Və bilirəm də ki, Allah bizim öldürülməyimizi də istəmir. Mən hətta elə bilirəm ki, ona ilham da olunub ki, sən narahat olma, heç nə olmayacaq, yaxşı olacaq. Ona görə də o rahatçılıqla gedib deyirdi ki, mənim dəvələrimi ver. Sən mənim dəvələrimi ver. Deyəndə ki, bəs Kəbə barəsində məndən heç nə istəmirsən, dedi, mən dəvələrin sahibiyəm, onu istəyirəm. Kəbənin də sahibi var, özü qoruyacaq. O Əbrəhə ona qorxaq kimi baxdı. Amma başa düşmədi ki, o əslində ağıllı adamdır. O imanlı adamdır və imanına söykənən adamdır. Ki elə onun o təvəkkülünün nəticəsində, onun o imanının nəticəsində də o məsələlərdə göründü. Ona görə də insanlar bəzən sizdən əvvəlki dərsdə tarix dərsi idi, köhnə qrupun tarixidir. Orada da bundan danışırdım ki, bəzən insanlar zahirə baxırlar və zahirə baxıb nəticə çıxardılar ki, bu qorxaqdır, bu şücaəti olmayan adamdır. Amma bəlkə də onu anlasalar görərlər ki, əslində onun etdiyi bir işdə böyük bir hikmət vardı. Böyük bir hikmət vardı və o hansısa bir hədəf üçün eləyib. Bunlar o qədər böyük şəxsiyyətdilər və Kəbəni qorumaq elə böyük bir məsuliyyətdir ki, mən əminəm ki, onlara da hansısa bir yollarla ilham olunur. Ümumiyyətlə, ilham barəsində bir dənə də söz deyim ki, ilham vəhy deyil ki. İlham istənilən adamlara ilham oluna bilər. Hətta Şəhid Mütəhhəri deyir ki, bəzi alimlər var ki, heç müsəlman deyirlər. Onların böyük kəşfləri var, din üçün, insanlıq üçün ola böyük kəşflərində ilham vasitəsilə olub. Hansısa böyük qanunlar ki var, o qanunların kəşfi Allahın onlara verdiyi ilham vasitəsilə olub. Halbuki dini bir şey deyil. Halbuki o adamlar heç dindar deyillər, müsəlman deyillər. Amma ilham, ona görə də bir kəsə ilham olunması da belə qəribə də deyil. Peyğəmbərlərin analarına ilham olmurdu. Həzrəti Musanın anasına ilham olurdu. Həzrəti Musanın anasına ilham oldu ki, qoydu da onu suya və dedi, biz bunu sənə çatdıraq. Çoxlu. Həzrəti Məryəmə mələklər nazil olurdu və s. Ona görə də bu da balaca adam deyil ki. Əbdülmüttəlib də, eləcə də digər ata-babaları da, ona görə də onun o işi qorxaqlıqdan dolayı deyil idi. Əbrəhə ona gülürdü. Amma biz iman əhli isə gülməməliyik. Bilməliyik ki, demirəm ki, mən bu peyğəmbərdir. Demirəm ki, mən müqəddəs insandır. Amma onlar da Allahın nəzarətində olan kəslər olurlar. Və Allahın nəzarətində olduqlarına görə Allahın onlara köməyi olur. Allah onları öz pənahında saxlayır. Ona görə də o qədər Allaha arxain idi və təvəkkül əhli idi və ağıllı adam idi. Getdi, dedi ki, Allah oranı qoruyacaq və doğrudan da heç vaxt görsənməmiş bir möcüzə baş verdi ki, Allah o əbabil quşlarını, yenə deyirəm, o quşun adı əbabil deyil. Əlbəttə, bəzilər deyir, elə əbabildir, mən oxumuşam. Ki, elə o quşların həm də adı əbabil idi. Amma əbabil sözü dəstə-dəstə deməkdir. Quşlar dəstə-dəstə gəldilər, qatar-qatar gəldilər və caynaqlarında, dimdiyində olan o palçıqla onları məhv eləyirdilər. Bu, Allahın doğrudan da qəribə məsələlərindən biridir və burada biz Əbdülmüttəlibin əzəmətini görürük. Keçən dəfə danışmışdım biraz bu barədə. İndi biraz da davam edirəm, mövzumuzu davam edirəm. Tarixi seyrimizə başlayaq. Əbrəhənin məğlubiyyətindən sonra, keçən dəfə də dediyim kimi, artıq Məkkədə olanlar, xüsusən Qureyş, qəribə bir ucuba qapıldılar. Ki, sən demə, Allah bizi çox sevir. Bu o qədər pis xüsusiyyətdir ki, gərək insan belə olmaz. Ola bilsin ki, Allah səni haçansa qoruyar.
Amma səni bəlkə başqa şeyə görə qoruyur. Bir. İkinci, Allahın qoruması, sən bir vaxt ona layiq ola bilərsən. Amma bu sənin pis adam olmağına, yəni ucublu, təkəbbürlü adam olmağına gətirib çıxartsa, bu dəfə sən Allahın xoşuna gəlməyən adamsan. Belə deyil ki, bir dəfə səni qoruyub deyə sən həmişə belə qalasan. Yəhudilər barəsində də bu məsələlər gündəmdədir. Bir vaxtlar yəhudilərə Allah bir çox köməkliklər elədi, peyğəmbərləri göndərirdi. Məsələn, Musa əleyhissalamı yəhudilərin çətinlikdən qurtulması üçün göndərdi. Amma onlar elə bir vəziyyətə gəlib çatdılar ki, Quranda Allah onlara lənət oxudu, Quranda Allah onların düşmən kimi göstərdi. Niyə? Çünki onlar artıq dedilər ki, biz ən yaxşı adamlar bizik. Ən yaxşı adamlar bizik, bizdən yaxşısı yoxdur və hamı bizim qulumuz olmağa layiqdir. Biz yer üzünün sahibi olmalıyıq və s. və ilaxır məsələlərə gəldilər. Bir vaxtlar onlar ümmət, Allahın sanki o dindar ümməti idilər. Onlardan sonra amma Allah xristiyanlığı göndərdi, qəbul etmədilər. İslam gəldi, qəbul etmədilər. Və o fikirləri ki, vaxtı ilə Allah onları barəsində bir söz demişdi, o qaldı. Bu belə düz deyil ki. Elə bir sənin bir övladın var, yaxşı iş gördüyünə görə sən onu çox tərifləyirsən. Deyirsən, mənim bu övladım çox yaxşıdır, bu yaxşıdır, əladır, bu nə desə eləyin, bu şeyləri bilir. Amma bir müddətdən sonra onu aparıb qoyursan sən dərsə, onu aparıb qoyursan sən bir müəllim yanına, onu aparıb qoyursan filan işə, o işdə müdirlərin yanında deyir ki, yox, mən beləyəm. Yox, əzizim, o vaxtı belə idi. İndi sənin vəzifən başqadır. İndi sən başqa iş görməz. Yəhudilərə bəli, Allah çoxlu köməklər elədi. Allah onlara olmazın möcüzələrini göstərirdi. Allah onları əzizləyirdi. Niyə? Çünki onlar iman gətirmişdilər. Amma elə iman gətirmək hər şey deyil ki. Elə imanın əlaməti budur ki, başqa məsələləri düz eləyəsən. İmanın əlaməti budur ki, sənə edilən köməkdən dolayı özünü nəsə hesab etməyəsən. Sənə sonrakı peyğəmbərlər gəlir, təbliğ eləyir, deyir, indi o əqidədən əl çək, bu əqidəyə gəl. Sən gəl qəbul eləsən, yox, biz əvvəl belə olun, nə olsun əvvəl, indi. Elə bunlar imtahandır da, görək necə olacaqsan. Və axırda gəldilər, ucubdan dolayı, özlərini bəyənməkdən dolayı gəldilər belə bir yerə çatırlar ki, Quran onlar barəsində nələr danışır. Halbuki onların dedikləri sözlər də düz deyil, amma vaxtı ilə olub. Sən o vaxtı belə idin. Ondan sonra sən imtahan olundu və bu imtahanlardan çıxa bilmədin. Və sən əksinə pis oldun. Bax, müşriklərdə də belə bir şey baş verdi. Əbrəhəmin ordusunu Allah məğlub elədi. Amma bunlar dedilər ki, biz Allahın sən demə necə bir adamlarıq və müşriklər həddindən artıq ucuba qapıldılar. Ucub özünü bəyənmə deməkdir. Və təkəbbür elədilər. Təsəvvür edin, keçən dəfə dedim, yenə də deyirəm ki, təsəvvür edin ki, onlar dedilər ki, Məkkəyə, Kəbəyə qeyri-müsəlman girə bilməz. Məkkəyə qeyri-müsəlman girə bilməz, Kəbəyə yaxınlaşa bilməz. Kəbənin ətrafını təvaf eləmək üçün bizim öz istədiyimiz paltarlar geyilməlidir. Kimin o paltardan olmasa, o Məkkəyə öz paltarı ilə gələ bilməz. Birdən də öz paltarı ilə gəlsə, onu atmalıdır qırağa. Bizim paltarlarımızı geyinməlidir. Geyinib qutarandan sonra onu atmalıdır, geyinə bilməz bir də. Qadınlar ümumiyyətlə biabır vəziyyəti idi. Onlar lüt, üryan oranı təvaf edirdilər, başlarına bir şey atırdılar. Burası sizin kitabınızdadır ya. Artıq müəyyən şeyləri, qayda qanunları özlərindən qərar verdilər. Məsələn, Ərəfat kimi məsələləri artıq gündəmdən çıxartdılar. Və Kəbənin ziyarətinə gələn bütün zəvvarları öz qayda qanunlarını dedilər. Məsələn, dedilər ki, Ərəfata getmək olmaz, burada belə eləməlisiniz. Görün nə, yemək gətirə bilməzsiniz. Ancaq bizim yeməyimizi yeməlisiniz. Bura heç kəs özündən yemək gətirə bilməz. Yəni, bunlar artıq get-gedə belə deyək, xudbin oldular, xudpəsənd oldular, ucublu oldular, egoist oldular və beləliklə bunların fəsadı günü-gündən artdı. Və belə bir fəsad içində, belə bir fəsada gəldilər, çatdılar. Həm başqa fəsadları ki, öz yerində idi, uşaq öldürürdülər, nə bilim, 100 dənə problemli işlər, şərab içmək, Kəbənin yanında şərab içirdilər. Kəbənin yanında şərab içirdilər, bütpərəstliklik eləyirdilər, yəni bütləri Allah bilirdilər və s. və ilaxır. Bu azmış kimi artıq Allahın Əbrəhənin
qoşununu dağıtmasını da bunların öz adlarına yazdılar. Fikirləşməkdən ki, Allah onu Kəbəyə görə eləyir, özlərinin adlarına yazdılar. Ki, bizi qorudu Allah. Səni qorumadı, Kəbəni qorudu. Bax, belə məsələlər onların azğınlaşmasına səbəb oldu. Ona görə də insan gərək ona verilən nimətdən sonra azğınlaşmasın. Quran bir dənə ayədə buyurur ki, İnnəl insənə ləyətğə ər-rəəhustəğnə. Çox qəribə ayədir. İnsanın nəfsindən danışır da. Deyir, insan, sənin belə bir xüsusiyyətin var, özündən müğayət ol. Nədir o? Deyir, İnnəl insənə ləyətğə. İnsan tüğyan eləyə bilər, ər-rəəhustəğnə. Özünü ehtiyacsız görəndə. Bəzən insana ehtiyacsızlıq görsənəndə tüğyan eləyir. Görmürsünüz, bəzi adamlar dünənə qədər çox yaxşı, sadə, belə normal adam idilər. Bugün vəzifəyə giriblər, neyniyirlər? Bugün əllərində 5 manat pul gəlib, neyniyirlər? Bu günlərim idmana gediblər, neyniyirlər? Bu günlərim biraz dərs oxuyublar. Nə olub? Sən həmin adamsan da. Niyə belə olur? İnsan niyə belə eləyir, tüğyan eləyir? Çünki o qəflətə düşür. Çünki o nəfsinin arxasıca gedir. Gərək insan nəfsinin arxasıdan getməsin. Çünki nəfs ona vəsvəsə eləyir də, sən yaxşısan, sən elmlisən, sən varlısan, sən vəzifəlisən, sən nə bilim busan, sən şəhərdə yaşayırsan, onlar rayonda yaşayır. Sən xaricdə, Avropada yaşayırsan, onlar Azərbaycanda yaşayır. Onlara yuxarıdan aşağı bax, sən yuxarısan, sən beləsən. Sən dindarsan, sən 10 dəfə Kərbəlada olmusan, amma bunlar cahildilər. Adını da cahil qoyurlar, maraqlı. Ona görə də bu şey gətirib insanı bədbəxt eləyə bilər. Ki, tarixdən də mən danışdım. İnsan heç vaxt ona edilən lütfə, belə deyək, rəhmətə arxain olub özünü itirməməlidir. Sənin əlinə pul gəlirsə, sən vəzifəyə keçirsənsə, sənin atan vəzifəyə keçirsə, bunlar sən deyilsən axı. Sən elə özün kimi qal. Nəyinsə sayəsində belə olmasın. Bax, tarix bunu göstərir. Mən burada əslində əxlaq dərsində deyilik ki. Amma tarixdən dolayı olur da. Görürsünüz, Yahudilərin aqibəti necə oldu. Əslində onlar da başqalar kimi keçə-keçə gəlsəydilər, elə Allahın istədiyi ümmət idi də bunlar. Amma keçmədilər. Özləri istəyən kimi oldu. Bax, bunlardır. Allah Kəbəni qoruyub. Bunlar əksinə təvazökarlıq eləməkdənsə özlərini daha yaxşı bildilər və belə bir fəsadları çoxaldı. Bu bizim keçən dəfəki dərsimizə aid olan izahımızdır ki, mən demişdim ki, bunu izah etməliyəm. Baxın, bir dənə sual var. Ustad, Kəbə insan hidayəti üçün ibadət və itaət vasitəsi olduğu üçün Kəbənin qorunması ilə insanı və insanlığı qorumaq sayılmır. Bir səhətlə ki, insan təvazökar olub fikir edir. Bəli də, Kəbə zaten insanlıq üçündür. Amma yəni insan birbaşa onu öz üçün bildi də, Kəbə üçün yox, onu öz üçün bildi. Əlbəttə ki, Kəbə də, Quran da hamısı ilə insan üçündür. Dolayısıyla elə insan üçündür. Amma ancaq mənim üçündür və mən başqalarından üstünəm deyə bilməz axı. Yaxşı. Gör, başqa gələnləri, qeyri-müsəlmanları qoymurdular Məkkə şəhərinə. Qeyri-müsəlmanları yox, daha doğrusu, yəni qeyri-dində olanları və həmçinin Məkkəli olmayanları, daha doğrusu başqa dini nümayəndələrin və eləcə də müşriklərdən də kim gəlsəydi də bunlar istəyən kimi ibadət etməlidir. Bu düzgün deyil də, bu düzgün deyil. Yaxşı. Burada biz yekunlaşdırdıq. Keçdik növbəti mövzumuza ki, Peyğəmbərin atası Abdullah barəsində. Keçən dəfə də bu barədə mən biraz danışdım ki, onun atası barəsində nə oldu? O çox yaxşı adam idi. Orası yadımızdadır da, düzdür. Mən keçən dəfə danışmışdım ki, onun atası Abdullahın, Peyğəmbərin atası Abdullahdır. Heç Abdullahın atası Əbdülmüttəlib neynirdi? Əbdülmüttəlib nəzir eləmişdi və bu barədə də nəsə yadıma gəlir ki, danışdım. Nəzir eləmişdi
ki 10 dənə oğlum olsun və püşk atacağam. Püşkə atıldı, Abdullahın adına düşdü və cəmaət, xalq onun kəsilməsini, qurban getməsini istəmirdi və bir kahinin sayəsində o qurtuldu. İndi arxasını davam eləyirəm. Bəli, danışmışamsa lap yaxşı, təşəkkür eləyirəm sizə yazdığınıza görə. İndi davam eləyirəm ki, nə baş verdi? Peyğəmbərin atası Abdullah deməli elə ki qurban kəsilməkdən Allah onu qurtardı. Əbdülmüttəlib onun adına dəvələr qurban verdi. Əbdülmüttəlib baxdı ki, bu oğlanın həm evlənmə vaxtıdır, həm də onun üçün bir psixoloji narahatçılıq yaranıb. Bax, o qurbanlığa gedirdi, o kəsilmək üçün gedirdi. Ona görə də onun ailə qurmasını istədi və biraz keçmiş onu elçiliyinə getdi. Elçilik kim idi? Vəhəb ibn Əbdmənaf adında bir nəfərin qızı var idi, Aminə. Ona elçiliyə getdi və razı oldular. Aminə xanımı Peyğəmbərin atası Abdullaha verməyə razı oldular. Və maraqlı hadisələrdən də biri o oldu ki, elə həmən vaxtda Əbdülmüttəlib özü də orada bir xanımı, Aminənin əmisi qızı olan Dəlaləni gördü, bəyəndi, onu da özü üçün istədi. Və Əbdülmüttəlibin növbəti oğlu olan Həmzə Peyğəmbərlə yaşıd oldu. Yəni Peyğəmbər Abdullahın oğlu idi. Həmzə ki Abdullahın qardaşı olacaqdı. Çünki Əbdülmüttəlib özü Dəlaləni aldı, ondan bir övlad oldu. Abdullahın qardaşı olan Həmzə Peyğəmbərlə yaşıd oldular. Peyğəmbərin əmisi Həmzə Peyğəmbərlə yaşıddır. Niyə? Çünki onların belə deyək də uşaqlarının olma vaxtları eyni oldu. Yəni Dəlaləni Əbdülmüttəlib aldı. Abdullah da Aminə xanımı aldı və bunların övladları dünyaya gələndə eyni yaşda oldular. Bilmirəm qarışıq oldu yoxsa aydın oldu sizin üçün. Və bəzi alimlər buna irad bildiriblər ki, belə olmaz, amma bu kitab müəllifi deyir ki, heç bir problemi yoxdur. Yəni elə biz deyir qəbul eləyirik. Həm də ki, orada heç bir problem yoxdur. Nə olacaqdır ki, belə bir hadisənin olması. Çünki tarixdən də bilirik ki, Həmzə ilə Peyğəmbər demək olar ki, həmyaşıd idilər. Sonra burada bir məsələni gündəmə gətirir. Yox. Həmzə ilə ögey qardaş deyəndə onsuz da onların, yəni anadan ayrı oldular da bu mənada deyirsinizsə, bəli, onsuz da onların əksəriyyəti uşaqlar bir xanımdan olmurdu. Bu cəhətdən deyirsinizsə, bəli. Amma bunu həmişə biləsiniz ki, artıq da ögey filan məsələləri gündəmdə olmamalıdır. Bizim üçün ögey filan məsələsi gündəmdədir, amma orada qardaş bacı. Çünki orada çox rahat məsələdir ki, bir kişinin neçə dənə xanımı var və o xanımdan olan uşaqlar da bunlar qardaş bacıdırlar, amma ögey qardaş bacıdırlar. Sözünü da tarixdə gərək istifadə eləməyəsən. Bizim Azərbaycanda bunu istifadə eləmək olur ki, filan kəsin qardaşıdır. Hə, amma ögey qardaşıdır. Amma onlarda belə şey də ögey bacı qardaş sözləri yoxdur və özünüzü burada çaşdırmayın. Tarixdə bir dənə belə təhrif məsələsi gündəmə gəlib. İstəyiblər ki, güya bəzi alimlər istəyiblər ki, Peyğəmbərin atasını çox müqəddəs göstərsinlər. Doğrudan da elə o müqəddəsdir, çünki Peyğəmbərin nuru onda olub, Peyğəmbər onun sülbündə olub ki, ondan sonra Peyğəmbər dünyaya gəlib. Biz burada bir dənə də, mən bura çox girmək istəmirəm, çünki siz təzəsiz dərslərdə, əksəriyyətiniz təzə tələbələrsiniz, bəlkə təzə hidayət olmusunuz və yaxud da təzə olaraq İslam elmlərlə məşğulsunuz. Çox dərin məsələlərə girmək istəmirəm, amma gələcəkdə yavaş-yavaş bunlardan danışarıq. Həmçinin istəyirəm elə nəzərinizdə də qalsın. Sonralar bunun barəsində də maraqlanarsınız ki, yəni Peyğəmbər dünyaya gəlibsə və o əzəmətli bir kəsdirsə, onun o elə belə olmayıb ki, onun pak və müqəddəs, mübarək onun varlığı sülblərdən keçə-keçə. Sülb də bilirsiniz nədir? Yəni atadan, genetikadan keçə-keçə gəliblər. Qoy belə deyim elə. Yaxşı. Ona görə də o bir nuraniyyət, bəli, onun ata-babalarında olub ki, onlardan keçə-keçə gəlib Peyğəmbər sallallahu dünyaya
Yaxşı, bu məsələni biz bilməliyik. Ona görə də nəsil nəcabət mühümdür. Niyə biz deyirik ki, peyğəmbərin ata-babaları mühümdür? Çünki peyğəmbərin sülbünü daşıyıblarsa, peyğəmbərin daha doğrusu nurunu daşıyıblarsa öz sülblərində, deməli bu kişilər elə belə kişilər olmayıblar. Allah icazə verməzdi peyğəmbərin nuru hər sülbdə olsun. Deməli bunlar belə olublar. Ona görə də bəli, Abdullah da ki, peyğəmbər ondan dünyaya gələcəkdi. Yaxşı, onun sülbündən dünyaya gələcəkdi. Abdullah çox nurani adamdır bu cəhətdən. Amma biraz başlayıblar ifrat eləməyə. Ki, ay nə bilim, onda bir nur var idi. Məsələn, bundan dolayı müəyyən məsələlər deyilir. Fatimə Hüseymiyyə adlı bir dastan gündəmə gəlib ki, bir xanım güya bilirmiş ki, o da Vərəq ibn Nəufəlin bacısı idi. O bilirmiş ki, güya axirət zamanda bir peyğəmbər gələcək. Və Abdullah da elə Əbdülmüttəlibin yanı ilə keçib gedəndə elçiliyə, o orada Abdullahın üzündə həmin o nuru görür və istəyir ki, onunla münasibətdə olsun və uşaq dünyaya gəlsin ki, bu Fatimə Hüseymiyyənin uşağı olmuş olsun. Amma o da olmur, o da gedir evlənir Aminə xanımdan, sonra Fatimə onu görür, daha doğrusu Abdullah gedir Fatimənin yanına ki, indi mən artıq evlənmişəm, indi başım açılıb, biz görüşə bilərik. O da deyir ki, səndə o nuru görmürəm, mənə o nur lazım idi, sən lazım deyirsən. Bu cəfəngiyatdır. Həm Abdullah barəsində pis sözdür, çünki ona zina nisbəti vermək yaxşı deyil. Yəni, bilirsiniz necə, o nur məsələsini gündəmə gətirmək istəyiblər, bu tərəfdən başqa işləri xarab ediblər. Ona görə də gərək dini məsələlərdə şirtmə olmasın. Zaten dini məsələlərin hamısı mübarəkdir, müqəddəsdir. Bəzən təbliğatlarımızda biz də belə eləyirik. Məsələn, Əli əleyhissalam barəsində çoxlu xurafi sözlər yayılmışdı. Əli əleyhissalam bir qılıncı var, nə bilim, nə boydadır, 70 metrdir, filan şey belədir. Belə şeylər çoxala, əksinə bu xurafatlar, bu məfhumatlar çoxalır, insanların gözündən düşür. Sən elə bir sözü demək, sən elə düz nə var onu de, onlar özləri ilə keyfiyyətsiz, bərəkətsiz sözlər deyil ki. Sən dində nə var elə o qədər desən kifayətdir. Şişirdib insanları nəyəsə cəlb eləməyə ehtiyac yoxdur. Yoxdur ehtiyac. Zaten bu din gözəldir, bu dinin dedikləri gözəldir. Müqəddəslərdən nəsə danışmaq istəyirsənsə, onların elə həyatında nələr olubsa, ora qədər desən gözəldir. Artığını deməyə ehtiyac yoxdur. Peyğəmbər özü bundan şiddətli şəkildə mübarizə aparırdı. Bilirsiniz ki, Peyğəmbərin oğlu öləndə, İbrahim oğlu öləndə, onların hamısı az yaşlı olanda dünyasını dəyişiblər. Həmən vaxtı günəş tutulması baş vermişdi. Cəmaət dedi ki, gör Peyğəmbərin oğluna görə günəşin tutulması da baş verir. Peyğəmbər dedi ki, yox. Əslində onun xeyrinə idi Peyğəmbərin ki, cəmaət biraz da onu müqəddəsə. Dedi ki, yox, günəşin tutulması mənə adiyyəti yoxdur. Oğlumun ölməsinə adiyyəti yoxdur. Günəşdir, aydır deyir, bunlar Allah. Elə belə də deyirdi. Deyirdi ki, günəş də ayda Allahın bir belə deyək, yaratdığı şeylərdir. Onların öz trayektoriyası var, orada nəsə baş verir belə olur. Mənə adiyyəti yox. Yəni demək istəyirdi ki, məni müqəddəsləşdirmək üçün elə belə xurafi məsələləri gündəmə gətirməməlisiniz. Bunlara ehtiyac yoxdur. Zaten Peyğəmbərin müqəddəsliyi onun özündədir. Elə buna nəzər eləsən görərsən bunları. Lalə xanım yazır ki, Peyğəmbərin ürəyini çıxardı paşmaq. Bəli, 100%. Bunlar hamısı sonradan qoşulmuş dastanlar idi ki, güya yaxşı niyyətlə etmək istəyirdilər, əksinə xarablayırdılar. Burada müəllif deyir ki, bir kitab var, Muhammed adında bir kitabdır. Allahın elçisi Muhammed, Peyğəmbər daha doğrusu. Peyğəmbər kitabıdır. Bunu həmin o müəllif yazıb və orada müəyyən özünün də sözlərini qatıb ki, xurafilik orada həddindən artıqdır və bu müəllif də deyir ki, nə ehtiyac var buna? Sən Peyğəmbəri güya qaldırmaq üçün səy eləmirsən, amma xurafi məsələləri ora yazmağa ehtiyac yoxdur. Bilirsiniz, bu din ağıl dinidir. Bu din, belə deyək, insanlara müəyyən hədəfə çatmaq üçün gəlib. Bu din insanları aldatmaq üçün gəlməyib ki. Bu din hansısa başqa maddi maraqları yoxdur. Bu din gəlib ki, bu Peyğəmbərdir. Bu da belə. Bilirsiniz, çox qəribədir. Mən bir hadisəni sizə deyim. Bəzən mən görürəm ki, məsələn, tələbələr hansısa bir
tutaq ki də adamı namaza gətirmək, dinə gətirmək istəyirlər. Bilirlər ki, bunun savabı var. Mənlə danışanda görmüşəm, bəlkə də siz də görmüsünüz və s. Özdə elə eləyirlər ki də nə oldu danışsınlar, yalandan yuxu danışsınlar. Yuxuda görmüşəm ki, sən hidayət olmusan. Ay nə bilim filan, bunlara ehtiyac yoxdur. Sən dinin gözəlliyindən ona danış. Ay namaz qıldım belə oldu. Ay filan kəs namaz qıldı, Allah ona ruzi verdi. Ay filan şey belə. Nə bilim, bu kimi yersiz şirnikləndirmələrə ehtiyac yoxdur. Sən onun ağlına müraciət elə, sən onun məntiqlə müəyyidinin gözəlliklərini ona sadala, qalan şeyləri şişirdib, nə bilim, şirnikləndirmə metodu nəyə lazımdır? Bu dinin nəyə ehtiyacı var ki? Gələr, gəlməz də gəlməz. Zaten sən etdiyinin əvəzini alacaqsın. Ona görə də bəzi şeylər var ki, onları lazımsız demək, lazımsız etməyə ehtiyac yoxdur. Yaxşı əzizlər, növbəti dərs başlığımıza keçid ala, Peyğəmbərin anadan olması. Müəllif əvvəldə deyir ki, bəzi insanlar elə bir kimliyə sahibdirlər ki, onların varlığı ilə Allah yer üzündə müəyyən bir səs-sədalar edir. Niyə? Çünki həmən vaxtın insanları bir qəflətdən oyansınlar ki, nə baş verir? Və yaxud da sonradan o tarixi mütaliə eləyənlər bu şəxsin dünyaya gəlməsi ilə hansı hadisələr baş verdi, ona tərəf getsinlər. Bəzi insanların belə bir hadisələri görməklə qəlbində bir oyanış baş versin və s. Bu kimi şeylər ilə. Görürsünüz, bəzilərinin anadan olması, deməli, bəzilərinin anadan olması hadisəsinin özü qəribə təəccüblü olur. Bəzilərinin oradakı hansısa bir sujet xətti qəribə olur. Məsələn, Həzrəti Musanın anası qoyur onu suya, ona ilham olunur ki, qoy suya, biz tezliklə onu sənə çatdıracağıq. Musa uşaqdır, indi onu tapıbdı Firon. Fironun yanından keçəndə orada bir neçə dənə versiya var. Biri də budur ki, axır o uşağı götürdülər, gətiriblər Fironun evinə, onların uşaqları olmurdu. İndi o uşağa süd vermək lazımdır axı. Nə qədər südü olan xanımları çağırırlarsa, uşaq heç birinin sinəsini qəbul etmir. Sonra həmin o Musanın böyük bacısı xəbər tutur, o gedir deyir ki, mən bir qadın tanıyıram ki, onu da bir yoxlaya bilərsiniz. Bəlkə də onun sinəsini alar. Bunlar da gəlir, o qız da gəlir Musanın anasını, yəni həm də öz anasıdır da, onu aparır. Uşaq Musanın anasının sinəsini qəbul edir və ondan sonra nə olur? Başlayır. Uşaq deyirlər ki, bu ana qalsın burada, bu ana qalsın burada ki, uşağa süd versin və s. Orada da Allah deyir ki, mən səni o uşağa birləşdirdim. Və yaxud da başqa bir hədislərdə deyir ki, sonra aparıb onu aparırdı, süd verirdi və s. və elə. Yəni, görürsünüz, maraqlı bir hadisə və biz elə əvvəl tarixi oxuyanda əvvəldən görürük ki, bu uşaq elə belə uşaq deyil. Həzrəti İsa başlayır danışmağa, Həzrəti İsa danışmağa başlayır. Bilirsiniz də, keçən dəfə dərsdə də dedim, indi yəqin ki, bəzi tələbələr o dərsdə var idi. Həzrəti Məryəm xanım axı ailə qurmamışdı, onun övladı olur. Daha doğrusu Cəbrail əleyhissalam gəlir, onunla danışır. Quran bunları danışır da Məryəm surəsində. Ona möcüzəvi şəkildə bir övlad bəxş olunur. Uşaq dünyaya gələndən sonra Həzrət Məryəm xanım deyir ki, ilahi, mən neyniyəcəm? Mən onlara necə deyərəm ki, mən kimləsə zina etmədən dünyaya gəlib? Həm də onlar bilirlər ki, mənim ərim yoxdur. Bunu necə deyəcəm? Allah ona ilham eləyir ki, sən narahat olma. Sən uşağa işarə elə, uşaq özü danışacaq və o bir neçə günlük dünyaya gəlmiş uşaq bir neçə gündür də dünyaya gəlib. O uşaq danışır. Danışır, deyir ki, mən Allahın peyğəmbəriyəm, Allahın quluyam, mənə Allah kitab verib və məni peyğəmbər qərar verib. Bu şeyləri başlayır. Məryəm 30-da bunlardan danışır. Bax, bunun özdə bir qəribə məsələdir ki, sonra İsa əleyhissalam böyüdü və insanlar onu rahatlıqla qəbul edə bildilər və biz bu günlərin İsa barəsində bu şeyləri soruşuruq, bu şeyləri öyrənirik və İsa Peyğəmbər barəsində bizim imanımız artır. Axır ki, bu şeyləri müəllif də gətirir ki, bəzi dahi şəxslərin
doğum anının belə olması Allahın hansısa bir hədəfi üçün uyğun gəlir ki, insanları o şəxs barəsində qəflətdən oyatsınlar. İslam peyğəmbəri də dünyaya gələndə bir neçə dənə qəribə hadisə baş verdi. Onlardan biri buydu ki, Kəsrə sarayının eyvanı çatladı və sarayın bir neçə tağı uçuruldu. Fars atəşgahının odu söndü. Halbuki neçə min illər yaran bir od idi. Savə gölü qurudu. Məkkə bütxanasında bütlər yerə töküldü. Və maraqlı məsələlərdən biri budur ki, o həzrətdən bir nur göyə qalxdı ki, bir neçə fərsəx məsafəni işıqlandırdı. Ənuşrəvan və atəşpərəst kahinlər həmən gecə qorxulu yuxu gördülər və s. və ilaxır kimi hadisələr baş verdi. Hətta biraz da dərinliyə gedib. Deyiblər ki, Hz. Muhammed əleyhissalam dünyaya gələndə sünnət olunmuş halda olmuşdu və göbəyi kəsilmiş vəziyyətdə idi və bunu da cəmaət görürdü. Bu uşağın qeyri-adi uşaq olduğunu gördülər ki, bu uşaq doğrudan da qeyri-adi uşaqdır. Ümumiyyətlə, uşaqlıq vaxtlarında da bəzi agah adamların fikrini özünə cəlb edirdi. Məsələn, onu Əbu Talib özü ilə ticarət səfərlərinin birində aparanda o uşaq müəyyən kahinlərə, bir dənə məsələn deyim sizə ki, İslam peyğəmbəri gələnə qədər bunu siz bilməmiş olmazsınız, amma bəzən nəzərimizdən qaçır. İslam peyğəmbəri peyğəmbərliyə seçilməmişdən əvvəl, yəni növbəti din gəlməmişdən əvvəl, ondan əvvəlki dinin sadiq təbliğatçıları, alimləri, ruhaniləri, bunların hamısı elə Allahın istədiyidilər də. Yaxşı, yəni xristianlıq dini vardı və xristianlığın həqiqi tərəfdarları var idi ki, onlar elə Allahın həqiqi dinində idilər, Allahın mömin adamları idilər. O adam ki, o xristiyan ki, İslam dini gəldi və ona təqdim olundu, o bildi haqdır, keçmədisə onda bu pis olur. Amma bütün xristianlar batil deyil idi. Yəni xristianlıq İslamın zuhuruna qədər haqq dini idi. Hər kəs oradaydısa haqq idi. Yəni Hz. Muhammed əleyhissalamın 12 yaşı olanda o xristiyan alimləri onu görürlər və bu uşaqdan qəribə bir şey anlayırlar. Hətta müəyyən əlamətləri oxumuşdular. Onları tez açıb baxırlar, peyğəmbərin kürəyində peyğəmbərlik halını görürlər. Deyirlər ki, Əbu Talibə tapşırırlar ki, bu uşaqdan müğayyət ol. Bu sonuncu Allahın höccətidir və bu bir müddətdən sonra yəni Allahın nümayəndəsi olacaq, Allahın höccəti olacaq. Bu uşağı qoru. Əbu Talibə bunu deyirlər. Bax, bu kimi şeylər görürsünüz, onların fikrini çəkirdi. Ya məsələn, lap balaca vaxtında uşaq olanda onu ki, dayəsi ki, aldı, apardı ona süd verməyə. O dayə deyir ki, mənim sinəmin birində süd çox az idi. Amma mən süd olan sinəmdən verirdim. O isə süd olmayan sinəmə əl aparırdı. Mən də süd yoxdur deyə vermək istəmirdim. Axırda məcbur qaldım, verdim və gördüm ki, mənim o sinəmdən süd gəlməyə başladı. Və bu mənim üçün deyir, çox qəribə bir hadisə idi. Və yaxud da deyir, o bizim evimizə gələndən sonra bizim bərəkətimiz birəmin artdı. Bunların hamısı o uşağın hələ varlığı ilə onun necə nuraniliyini göstərirdi. Bax ki, sonra da onun barəsində müəyyən şeylər danışılanda, o iddia eləyəndə ki, mən peyğəmbərəm, cəmaət rahat inana bilsin. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm bu tərəfində deyim ki, o qədər dürüst insan idi ki, əmin ləqəbini almışdı, əmin adını almışdı və dediyi çox sözləri insanlar rahatlıqla qəbul edirlər. Çox hadisələr var ki, Qaradaşın yerinə qoyulmasında və bunun kimi çoxlu məsələlərdə var ki, yəni bir insanın keçmişi onun gələcəyi üçün bir sığortadır, bir zəmanətdir. Anadan olanda belə bir hadisələr də onun gələcəkdə insanların onu rahatlıqla qəbul eləməsi üçün sanki bir nişanədir, əlamətdir. Bilmirəm, fikrimi çatdıra bildim, yoxsa yox. Deməli, Hz. Muhammed əleyhissalamın anadan olduğu il, ay, gün barəsində müəyyən sözlər deyilir. Deyilir ki, Ammul Fil ilində dünyaya gəlmişdi. 570-ci Ammul Fil həmin o filin hadisəsi olan ildə dünyaya gəlmişdi və ərəblər
qəribə bir hadisələr olanda, daha qlobal bir hadisələr olanda ili oradan başlayırdılar. İndi də o fil hadisəsi oldu deyə am da il deməkdir də. Amul fil, yəni fil ili kimi elan edilir. Peyğəmbər də həmin il dünyaya gəlmişdi. Ona görə də Peyğəmbər Amul fil ilində dünyaya gəlmişdi. O da təqribən hicri, miladi ilə 570-ci il edir. Burada bir dənə məsələni sizə deyirəm. Bəzən dindarlar arasında belə bir şey olur. Hicri təqvimi ilə, məsələn, İmam Zaman əleyhissalamın yaşına baxın. İmam Zaman əleyhissalamın bu gün yaşı hicri təqvimi ilə 1191-dir. Amma miladi təqvimi ilə 1150. Bu necə olur? Onun, çünki hesabla bilirsən də, hicri təqvimi ilə hesablayanda, məsələn 1446-cı ildir də hicri ili ilə, İmam Zaman'da 255-ci ildir, hicri 255-dir. 1446-dan 255 çıxanda nə qalır? Qalır 1191. Amma bunu sən götürsən ki 255 hicri miladının neçənci ilidir? Məsələn 868-ci ili olsa, yaxşı. 868 indi də 2024. 868 ilə 2024 deyilsə 1150 eləyir. İndi mən təqribi deyirəm. Bəlkə də elə dəqiq deyə təqribi deyirəm, amma bu necə olur bəs? O cür olur ki, sənə deyim. Buradakı o səhv hesablama burada yaranır ki, hicri qəməri təqvimi miladi təqvimdən 10 gün azdır. Ona görə Ramazan ayı 10 gün dala çəkilir də, Ramazan, Məhərrəm hamısı 10 gün azdır. Yaxşı, bizdə 365 gündür, orada 355 gündür. 10 gün azdır deyə. İndi görürsünüz, məsələn, bəzi yerlərdə Peyğəmbərin vəfatını 62-63 yaş verirlər. İmamların həyatında da görəcəksiniz ki, illər dəyişiləndə o dəqiq demək olmur. Niyə? Çünki 10 gün orada fərq eləyir. İmam Zamanın yaşının üstündən 1000 il keçib deyə 1000 ili 10 günə vuranda artıq orada bir xeyli il fərq eləyir. 1191 ilə 1150-nin arasında 40-50 il fərq var. Bax, belə bir çaşdırma məsələlər olur. Çünki mən görmüşəm ki, bəzi tələbələr tarixə meyillidirlər deyə, dünya tarixinə çox meyillidirlər və beyinləri o tarixlə çox işləyir. Ona görə də İslam tarixinə gələn kimi deyir ki, Peyğəmbər haçan anadan olub, deyirsən ki, məsələn falan, tez onu miladi ilə yadında saxlayır. Həmişə onu miladi ilə yadında. Məsələn, İmam Zamanın doğumunu miladi ilə yadında saxlayacaq. Hicri ilə saxlamayacaq, miladi ilə yadında saxlayacaq. Bu səhvdir, düzdür sözü demirəm. Elə bəlkə də düzdür, kimə necə rahatdır elə saxlasın, o fərqi yoxdur. Amma 868 saxlayacaqsa, sonra indiki ilə hesablayanda artıq ortada o yaş söhbəti özünü göstərəcək. Yəni ki, istəyirəm deyəm ki, içinizdə belə adamlar olsa, onlar da diqqətli olsunlar və başqalarına da bunu demək yaxşıdır ki, bu hesab kitabda bu cürə problemlərlə üzləşilməz. Peyğəmbərin sallallahu yaşı barəsində ki, dedik ki, 632-ci miladi ilində də Peyğəmbər dünyasını dəyişmişdi. Deməli, 62-63 yaşında. Peyğəmbərin anadan olduğu ay, gün məsələsinə də gələndə şiələrlə əhl-i sünnətin arasında 10 gün fərq var. 10 gün fərq var. Şiənin fikrincə Rəbiyül Əvvəl ayının 17-sidir, amma əhl-i sünnət isə ondan 10 gün tez bilirlər. Yaxşı. Əlbəttə müəyyən məsələlər də var ki, niyə belədir, hesablamalar nədən oldu. Məsələn, burada alim bir dənə də araşdırma aparıb, amma mən heç o araşdırmalara girmək istəmirəm. Çünki onların bizə nə fərqi var ki, necə hesablandı, necə oldu, onlar niyə belə dedi, bunlar niyə belə dedi, onları mən hesablamaq istəmirəm. Axırda bir dənə söz deyir alim, deyir ki, mən demirəm, indi belə demək lazımdır, amma bir mənada da düz sözdür. Deyir ki, bir adamın doğum gününü onun qohum-əqrəbası daha yaxşı bilər də. Ona görə də Əhl-i-Beyt imamları deyiblər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Rəbiyül Əvvəl ayının 17-sində dünyaya gəlib. Deyir vəssalam, Peyğəmbəri ən yaxşı imamlar deyə bilərlər də, çünki babasıdır. Onlar deyə bilərlər. Axır,
deməli, dünyaya gəldiyi ili bildik, ay, gün, onu da bildik. Peyğəmbərin adı barəsində deyirlər ki, Əbdülmüttəlib ona dedi ki, Muhammed adı qoyuram. Və çox maraqlıdır ki, həmən dövrdə çox az adamda Muhammed adı var idi. Soruşdular ki, nə üçün Muhammed? Dedi ki, özüm istəyirəm ki, qoy belə olsun. Bir də dedi ki, Allahın bir adı Mahmuddur. Ümumiyyətlə, Muhammed sözü həmd olunmuş mənasında da həmd sözündəndir. Bu sözdə neçə dənə söz var? Məhmud, Əhməd, Muhammed. Bunların hər biri həmidin müxtəlif cür deyilişləridir. Yaxşı, təbii ki, özlərinə məxsusda xüsusi mənaları da var. Amma hamısı eyni mənanı ehtiva eləyir də. Yaxşı. Belə dedi. Ondan sonra dedi ki, Muhammed adını qoydu və 16 nəfər adam var idi Muhammed adında. Yəni, Muhammed adı çox nadirətdir. Əlbəttə, burada bir məsələni də gündəmə gətirir ki, niyə Muhammed adı? Deyir, çünki ad az olanda, sonradan Allah Quranda işarə eləyəndə ki, Muhammed sizlərdən, Muhammed barəsində söz danışanda bilinsin ki, hansı Muhammeddən söhbət gedir. Düzdür, bunu mən nəsə çox da mənə belə məntiqli gəlmir bu. Elə biləm, buna ehtiyac yoxdur. Elə onun adı Muhammeddir, ona görə ki, başqa şeylər var da ki, Allah istəyib belə olsun, Muhammed adı Allahın adına uyğun addır və s. və ilə axir. Da nəinki orada tapmaq istəsələr, az ad olsa, demirəm, bəlkə də məntiqli ola bilər, mənə məntiqli gəlmir nəsə, bəlkə də bilmirəm, mən düzəm yoxsa, bilmirəm, amma axır mənə bu məntiqli gəlmir. Hər halda Peyğəmbərin adı Allahın adına uyğun şəkildə göstərilir. Bir hədisdə də keçir ki, Allah mütəal buyurur ki, həmin Adəmə göstərdiyi hədisdə keçir ki, dedi ki, bax, mən Məhmudam, həmd olunmuşam, o isə Muhammeddir. Mən Ə'layam, Əli əleyhissalamın göstərdiyi nurun deyir ki, bu Əlidir. Mən Fatirus səmavatam, bu Fatimədir. Dedi, bax, bunların adları mənim adıma uyğun şəkildə götürülüb. Mən Muhsinəm, o Həsəndir, mən Qədimül Ehsənəm, bu Hüseyndir. Hamısı dedi, bax, mənim adıma uyğun şəkildə götürülüb. Bax, belə. Və Peyğəmbər sallallahu bilirsiniz ki, Tövratda, İncildə adı gəlir. Həzrəti İsa'nın dilindən orada bir söz var. Hətta bunu Quran özü deyir ki, onların kitablarında onun adı gəlməkdədir. Və orada Əhməd adı ilə gəlir. Əhməd adı ilə gəlir. Mən indi tapsam o yeri, bu ayənin özündə sizin üçün oxuyuram. Amma kitabınızda var, yəni kitabınızda görmüşəm onu mən və Əhməd adı iləndir. Maraqlı budur ki, Həzrət Muhammed əleyhissalama öz anası Əhməd deyərmiş. Çox məşhurdur. Həm Əhməd, həm Muhammed, amma Peyğəmbər Peyğəmbərliyə seçiləndən sonra bir mənalı şəkildə Həzrəti Muhammed olaraq çağırırlar. Və Mirac hədisində də Allah Mütəal Peyğəmbərə Əhməd deyə müraciət eləyir. Mirac hədisinə baxın, orada Peyğəmbəri Allah Mütəal Əhməd deyə çağırır. Yəni, Peyğəmbərin adları da belədir. Burada bir yeni başlıq gəlir, Peyğəmbərin südəmərlik dövrü, amma elə biləm daha vaxtımız çatmadı deyə biz bu qədər kifayətdir, sizi bundan artıq yormaq istəmirəm, vaxtımız demək olar ki, bitdi. Kiminsə, bizim dərsimiz bitdi, kim istəsə dərsdən çıxa bilər, suallarınız olsa, İbn-i Hərb olduğunu bilirəm, İbn-i Hərb, atasının adı ki, Hərbi idi. Amma Səhr ibn Hərb idi, onu baxdım, bəli, Səhr yazılıb, Səhr. Amma tarixdə bəzən Səxir də deyilib. Yəqin ki, bilmirəm nə cəhətdən Səxir və Səhr. Bu belədir. Demək olar ki, elə düz deyil. Amma Hərbin övladıdır da, Hərbin də atası Üməyyə idi. Üməyyə idi. Üməyyə də Şəmsin oğlu idi. Amma Əbu Süfyanın əsl adının Səhr olması belə xatirimdən çıxmışdı. Lala xan, buyurun. Axşamı xeyir olsun. Axşamınız xeyir. Bəyəxləri demək, kahin məsələsinə toxundunuz. Bilmək istəyirdim ki, kahin kimdir və
İslamdan öncə kahinlərə niyə müraciət edilib, onların sözləri qəbul edilirdi? Belə görsənir Yəni, ki, bu mənə maraqlıdır. Bəli. Bildim, təşəkkür eləyirəm. Belə görsənir ki, kahinlər o cəmiyyətdə sanki indi biz kahin deyəndə görürsüz nəzərimizdə belə mənfi bir məsələ canlanır. Amma o dövrdə belə görsənir ki, məsəl üçün Haşim əgər gedibsə kahin məsələsinə bildiniz də getdi ki, Üməyyə ilə ki Haşimin problemi yaranır. Üməyyə deyir ki, biz kahinin yanına getməliyik ki, bizə aramızda qəzavət eləsin. Haşim razı olur. Peyğəmbərin babası idi də, gedir. Və bu Abdullahın hadisəsində, Peyğəmbərin atası Abdullahın hadisəsində Haşimin belə-belə məsələləri gündəmdə idi. Bütün bunlardan görsənir ki, kahinlər əslində kim idilər? Cəmiyyətdə qəzavət eləyən bir kəslər idilər. Yaxşı, indi ola bilsin ki, etiqadları düzgün deyil idi, ola bilsin ki, etiqadları belə. Amma onlar artıq o cəmiyyətin sayılıb seçilən adamlarından idi ki, onların yanına gedirdilər ki, qəzavət edilsin onlara. Amma onların sırf Allahın istədiyi bir alim falan olduğu barəsində mənim məlumatım yoxdur və elə düşünmürəm ki, onlar adiyyəti Allaha aid olan adiyyət adamlardır. Belə düşünmürəm. O cəmiyyətin özlərinin müraciət elədiyi bir kəslər idilər. Ki, əlbəttə din libasları da var idi onların. Amma məsəl üçün deyərik ki, onlar xristianlığın nümayəndələri idilər, rahib idilər. Belə olsa mən deyirəm, məsəl üçün rahib idilər və rahiblər də o dövrdə özlərini dinin mübəlliği bilirdilər də. Belə deyil idi. Kahinlər adətən elə cəmiyyətə uyğun bir şey formalaşdırmış bir kəslər idilər. Mən belə düşünürəm. Yəni bildiklərim budur. Ola bilsin ki, başqa bir adam daha dəqiq, daha yaxşı bir məsələni deyə. Yaxşı, əziz tələbələr, vaxt çox gec oldu. Artıq 11-ə 4-5 dəqiqə qaldı. Bundan artıq sizi burada saxlamaq istəmirəm. Gecəniz xeyrə qalsın. İnşallah gələn dərs görüşərik. Sağ olun.